Müxənnət zamana, bimürvət fələk, şamı sübhə, sübhü şama çəkirsən. Ləhzədə açırsan min cürə kələk, gah pozursan, gah nizama çəkirsən. Çox həsrətlər görmür öz kimsəsini, vaya döndərmisən şadlıq bəhsini. Tərəqqi, tənəzzül kəmənçəsini, gah zilliyi, gah da bəmə çəkirsən. Bu necə təqdirdir, bu necə yazı, bu qurğudan heç kəs olmaz irazı. Ulağa bəziyib əbru ətlazı, bədoy deyib şahlıq dama çəkirsən. 70 il qurğuna etdim tamaşa, səndə bir etibar görmədim haşa. Heç kəs dövran sürüb çıxmadı başa, əkməz kotan kimi xama çəkirsən. Rəhimsən, kərimsən, ədl-ü ədalət, könüldən xəbərdar, hər dilə bələd. Qohumdan, qardaşdan, dostdan xəcalət, bu nə dağdı sən sinəmə çəkirsən. Ələsgər qəlbinə saldın işığı, məclislər zinəti, el yaraşığı. Əzizliklə bəslədiyin aşığı, zəlilliklə imtihana çəkirsən. Aşıq Ələsgərin böyüklüyü hər şeydən əvvəl ondan ibarətdir ki, onun bədii irsi uzun müddət yazılmadan, dəftərsiz, kitabsız yaşamış, dildən dilə keçmişdir. Nəyə görə? Bunu hər şeydən əvvəl aşığın lirikasında axtarmaq lazımdır. Onun lirikası oxucu ürəyində özünə yer tapır, rişələnir, pöhrələnir və heç vaxt unudulmur. Aşığın sevgi lirikası dillər əzbəridir. Gəraylı, qoşma, müxəmməs, təcnis və sair janrlarda yazılmış bu gözəlləmələr ellər dolaşır, yeni ürəkləri fəth edir. Hər yetən gözələ gözəl demərəm, gözəldə gərəkdir iş və naz ola. Buxağından ətri bənövşə gələ, qoynu gülşən ola, bahar yaz ola. Hər görəndə həsrət ilə sarışa, deyə gülə, şirin danışa. Əl dəyəndə tez küsə barışa, ortalıqda söhbət ola, saz ola. Nə uzun, nə gödək, münasib gərək. Ağız, burun nazik, dodaq kip gərək. Əndam büllur, bədən güldən saf gərək. Baxdım bura, bu nişanda qız ola. Əziz dostlar, əziz ziyalılar, hörmətli Ələsgər sevərlər. Hər birinizi ilk növbədə Dədə Ələsgər Ocağı İctimai Birliyi adından salamlayıram. Bugün bilirsiniz ki, böyük sənətkarımız, böyük ozanımız Dədə Ələsgərin dünyadan köçdüyü gündür. Bugün münasibətilə biz və Qərbi Azərbaycan icması, Dədə Ələsgər Ocağı İctimai Birliyi və Qərbi Azərbaycanın Basarkeçər icmasının Dədə Ələsgərin anım gününə gəliblər. Bütün gələn dostların hər birinə səmimi təşəkkürümü bildirirəm. Həqiqətən də əvvəlki illərdən bu il bizlər üçün çox fərqlənir. Çünki artıq biz, belə deyim, bizim bir təsəlli bir yerimiz var, bir ocaq yerimiz var ki, deyim ki, Dədə Ələsgərin o da heykəlinin qarşısıdır. Mən ilk növbədə çox böyük təşəkkürümü ölkə başçısına, cənab İlham Əliyevə bildirmək istəyirəm. Həqiqətən də Bakı şəhərində Dədə Ələsgərin belə heykəlinin qoyulması uzun illər idi ki, bütün Ələsgər sevərlərin arzusuydu. Nəhayət bizə qismət oldu. Allah cənab prezidentimizi qorusun. Mən inanıram ki, özünün də dediyi kimi çox keçməyəcək ki, Göyçə mahalında onun qəbir üstü abidəsi bərpa olunacaq. Tezliklə Akilsə kəndində bizə Allah da ona qismət eləsin inşallah. Çünki biz bu məsələ üçün xüsusilə şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Həqiqətən də onların sayəsində bütün torpaqlarımız azad oldu. Biz arzu edirik ki, tezliklə düşmən tapdağında olan Göyçə mahalı, digər Qərbi Azərbaycanda olan yurt yerlərimiz azad olsun. İnşallah ona da inanırıq. Mən vaxtınızı çox almayacağım. Odur ki, növbəti sözü mən çox hörmətli Basarkeçər icmasının sədri Nuru müəllimə vermək istəyirəm və bu məclisi aparmaq üçün sözü Hacı Abbas müəllimə verəcəm. Hacı Abbas müəllim, xahiş edirəm bu zəhməti siz çəkin. Çünki sizin də bu işdə böyük zəhmətiniz olubdur.
Hər birinizi xoş gördük. Əziz Ələsgər sevərlər, əziz Göyçəllər, Azərbaycan aşıq sənətini, Azərbaycan dilini sevənlər. Dədə Ələsgərin taleyinə iki böyük missiya yazılıb. Bir missiyanın tamamlanmasının simvolu kimi Dədə Ələsgəri xatırlayırıq, bilirik. Bir də digər bir missiyanın da başlanmasının simvolu kimi bilirik biz Dədə Ələsgəri. Zamanımız da var, heç kim də heç yara tələsmir. Bu fürsətdən istifadə edib mən bu missiyaları açmaq istəyirəm. Birinci missiya bilirsiniz ki, tarixən devlətlər, xalqlar və dövlət dili arasında bir fərq olubdur. Və bütün devlətlər də bu fərqi qapatmağa çalışıblar. O cümlədən də Azərbaycan devlətləri, Azərbaycan xalqı, yəni xalq dilindən dövlət dili, yazılı dil, ədəbiyyat dili eyni olmalıydı. Bu sahədə gedən işləri hərə bir missiyanı daşıyıbdır. Azərbaycan xalqı üçün də bu missiyanı aşıqlar daşıyıb. Aşıqlar bu Azərbaycan dili dediyimiz, Azərbaycan Türk dili dediyimiz dili, elin dilini ədəbi səviyyə qaldırmaq bunların missiyası olubdur. Və bu missiyanın da tamamlayan bu gördüyümüz ətrafına, işığına toplaşdığımız Dədə Ələsgər olurdu. Dədə Ələsgər öz yaradıcılığıyla bütün dünyaya, Türk dünyasına, Azərbaycan xalqına deyib ki, bizim bu el dili o qədər mükəmməl, o qədər zəngindir ki, istənilən fikri, istənilən səviyyədə ən gözəl formada ifadə edə bilərik. Bunun üçün başqa bir dildən söz falan ifadə almağa ehtiyac yoxdur. Bizim dilimizdə elə əsərlər yaratmaq mümkündür ki, onu başqa heç bir dildə yaratmaq mümkün deyil. Cığalı təknis, dodaq dəyməz, dil dönməz. Bu əsərləri başqa dildə bu gözəllikdə ifadə etmək, yaratmaq mümkün deyil. Beləliklə, Dədə Ələsgər bir missiyanın, el dilinin ədəbi dilə qaldırılmasının nöqtəsini qoydu. Mən nöqtəsində demərəm, nidasını qoydu. Və bundan sonra bu məktəbdən bugünkü Azərbaycan dili ortaya çıxdı. Səməd Vurğunlar ortaya çıxdı, Bəxtiyar Vəhəbzadələr ortaya çıxdı, bizim elm, sənət dilimiz ortaya çıxdı. Bax, onun nöqtəsini, nidasını qoyan bizim böyük Ələsgərdir. İkinci missiyanı da Dədə Ələsgər bu yaxınlarda hörmətli prezidentimizin heykəlin açılışında söylədiyi kimi ikinci missiya doğma dədə-baba torpaqlarımıza qayıdış missiyamızdır. O qayıdışın vətənə, elə obaya dönüşün simvolu kimi bugün Dədə Ələsgər bizimlədir. Biz də bunun işığına ona görə toplaşırıq. Mən düşünürəm ki, birinci missiyanı nə qədər gözəl, mükəmməl şəkildə, ən gözəl şəkildə tamamlayan Dədə Ələsgərin ruhu ikinci missiyanın da həyata keçirilməsində hər zaman bizimlə olacaqdır. Hər birinizə minnətdaram. Bugünkü anım günündə iştirak edən Basarkeçər icması adından, bütün Göyçəllər adından, bütün dostlarımız, sənət adamlarının, el adamları adından bu tədbiri təşkil edənlərə də minnətdarlığımızı bildiririk. Çox sağ olun. Abbas müəllim. Sağ olun əhatəli çıxışınız üçün. Burada Ələsgər sevərlər təkcə bu cəmdən ibarət deyil. Sadəcə olaraq bütün varlığınla, xasiyyətinlə, xislətinlə, təbiətinlə, duyumunla Dədə Ələsgərə bağlı olan, daha yaxından bağlı olan insanlar buradadır və hamımıza Allahın salam olsun, Dədə Ələsgərin ruhuna Allahın salam olsun. Bu həm də Dədə Ələsgər bizlərin arasında bir vəhdət, bir əlaqə, bir irtibat yaradır ki, o kişinin yaradıcılığıyla, onun qüdrəti ilə bizlər səmiyyətlərimizi formalaşdırmışıq və bu da xalqın vəhdətinə xidmət edən üçüncü missiyadır. Dədə Ələsgər bütün dünya Azərbaycan türklərinin, bütün dünya türklərinin bir-birinə vəhdətini, bir-birinə yaxınlıq, cazibəsini təmin edən bir umman, bir əsər, bir böyük bir ömür mücəssiməsi qoydu getdi. Bilirsiniz əzizlər, insanlar gəlir dünya, Batı qılmışdı kimi, YouTube kimi, nə bilim, çox
da bu insanlar bəşəriyyətə insan oğlunun təfəkkürünün, zəkasının dərinliyini özünə tanıtmaq üçün gəlib. Dədə Ələsgər özünü tanıtmaq üçün gəlmədi. Dədə Ələsgər insan zəkasının qüdrətini insanlığa bələdləşdirmək üçün gəlib. Ona görə də dünya durduqca həmişə onun yaradıcılığına, Nizami kimi, Füzuli kimi ehtiyac olacaq, həmişə araşdırılacaq. Nə qədər araşdırmalar gedir, yenə axırına gelib çıxmaq mümkündür. İnsan təfəkkürü inkişaf elədirsə, bu araşdırmalara ehtiyac olacaq. Və Bakı şəhərinin əvvəl bir Dədə Ələsgərin anım məqamlarını keçmək üçün müxtəlif yerlər axtardıq. Artıq bu Bakı şəhərində Allah möhtərəm cənab prezidentin ömrünü uzun eləsin. Buranı bizə Ələsgər ocağı qurdu və bu ocağın da memarı buradadır. Hörmətli professor Natiq müəllim Əliyev buradadır. Bakı şəhərinin bir çox yerləri Natiq müəllimin əsərləri bəzəyibdir. Heykəl qoyulanda müxtəlif təzadlı fikirlər oldu. Amma heykəl başda nə qədər danışır? Nöqtəsinə qədər danışır və əzəmətli heykəldir. Dədə Ələsgərin özünə yaraşır. İnşallah qismət olsun, Göyçən Baharına qaydanda daha kimin zövqünə nətər olsa, ictimaiyyət nəsəsə onu orada quraq. Bugün biz bu gözəl məkana yığışmaqda mən icazənizlə ilk öncə möhtərəm prezidentimizə minnətdarlıq eləmək istəyirəm ki, prezidentimizin bu gözəl abidənin bu məkanı seçməsi bütün Qərbi Azərbaycanlıların bir ziyarətgah ocağına çevrilib və daimi biz buranı ziyarət edirik. Bugün Ələsgər babamızın, Dədə Ələsgərin anım günüdür. Dədə Ələsgər öz həyatında, öz xoşbəxtliyini onda biz yaşadı ki, o mart ayında, yəni baharın gəlişində, bu gözəl bayram ərəfəsində həm dünyaya gəldi, həm dünyadan bir əsrdən sonra köçdü. Dünyasını dəyişdi. Dədə Ələsgərimizin bugünkü ziyarətində bütün Qərbi Azərbaycanlılar bir qəlblə, bir sevinçlə burada iştirak edirlər və bizim arzumuz odur ki, inşallah möhtərəm prezidentimizin dediyi kimi çox qısa bir zamanda bu bayramları, bu anım günlərini, bu xoş günlərini biz Qərbi Azərbaycanda keçirək, biz Göyçəmizdə keçirək, biz Zəngəzurumuzda keçirək və mən əminəm ki, buna biz qısa bir müddətdə nail olacaq. Azərbaycan xalqına da Allahdan gözəl gələcək xoş günlər və Novruz bayramı münasibətilə hər birini təbrik edirəm. Mən bu günləri həqiqətən böyük fəxrlə, qürur hissindən bu gün bura gəlmişəm. Bu günləri Aşıq Ələsgərin anım günüdür. Burada bizim Göyçəllər toplaşıbdır. Mən buna çox şadam. Bu günləri bizim Göyçə üçün, Göyçəllər üçün yad eləyəcəyimiz, yəni Göyçəyə gedə bilmirik, yad eləyə bilmirik bir məkan var. O da Aşıq Ələsgər məkanıdır. Biz çox tez-tez gəlib buradan ziyarət eləməliyik ki, biz bunun, yəni Göyçənin niskelini Aşıq Ələsgərdən alaq. Mən hələ yadımdadır, Daşkənddə olan vaxt, deməli 1972-ci ildə Dədə Ələsgərin Basırkəçər rayonunda Ağkilsə kəndində 150 illik yubileyi keçirdi. Mən onda balaca uşaq idim. Mən də onda babamla getdim orada, amma çox təəssüflər olsun ki, izdiham o qədərdir, əhali o qədər çox idi ki, mən orada biz çox basa-basta yaxınlaşa bilmədik. Amma mən sizə deyim ki, orada elə o ermənilər özlərinin də çoxları o ziyarətə gəlmişlər, Dədə Ələsgəri ziyarət edirdilər. Bugün anım gününü qeyd etdiyimiz Aşıq Ələsgər Azərbaycan xalqının, Türk dünyasının ən böyük sənətkarlarından biridir. Aşıq sənətini, ozon sənətini uca dağlardan da yüksək zirvələrə qaldırmış bu xalqımızın sevimli oğlunun anım günü Göyçə sevərlər, aşıq poeziyasını sevənlər, aşıq sevərlər üçün çox əlamətdar bir gündür. Və bura Basarkeçər icması, Basarkeçər rayon icmasının iştirakı ilə bugün keçirdiyimiz bu anım günündə Dədə Ələsgər haqqında çox şeylər demək olar. Aşıq Ələsgərin yaradıcılığına, onun şeir dünyasına, onun sənət dünyasına, onun poeziyasına yüzlərlə, minlərlə kitab, ədəbi, bədii sənət əsərləri həsr olunub. Ancaq buna baxmayaraq qeyd etməliyəm ki, Aşıq Ələsgərin yaradıcılığı elə böyük bir zəngin, elə böyük bir
dərin okeandır ki, hələ də onun açılmamış milyonlarla sirləri var. Qeyd etməliyəm ki, bu haqda nə dövrü mətbuatda, nə belə deyək, elə geniş şəkildə qeyd olunmasına baxmayaraq qeyd etmək istəyirəm ki, Aşıq Ələsgərin ilk anım günü 1946-cı ilin noyabr ayında Basarkeçər rayonunun o vaxtki partiya komitəsinin binasında geniş 26 aşıqdan ibarət və çoxlu qonaqlardan ibarət bir tədbir keçirilib və orada Aşıq Ələsgərin 125 illiyi qeyd olunub. Bildiyiniz kimi Aşıq Ələsgərin 150 illiyi doğma torpağı Ağkilçədə qeyd olunub. 175 illiyi 200 illik Bakı şəhərində qəbul olub. Möhtərəm cənab prezidentimizin sərəncamı ilə keçən il Aşıq Ələsgərə qoyulmuş abidənin önündə durarkən biz ürəyimizdən bir arzu keçir. Gün o gün olsun ki, biz bu abidəni onun qəbrinin üstündə, Göyçə mahalında, Ağkilçə kəndində var ermənilərin dağıtdıqları qəbrinin üstündə də qoya bilək. İnşallah biz bu arzumuza çatarıq. Bugün Ələsgər bütün Göyçəlilərin, bütün Qərbi Azərbaycanlıların fəxr yeridir. Allah ona rəhmət eləsin. Mən Məmmədov Müslüm Əhmədoğlu, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Saryaqub kəndinəyəm. Bugün bura böyük sənətkarımız Aşıq Ələsgərin anım günü münasibətindən yığışmışıq. Allah onun ruhunu şad eləsin. Aşıq Ələsgər nəinki təkcə bir kəndin, bir mahalın, nəinki təkcə Qərbi Azərbaycanın, bütün Azərbaycanı fəxr edir. Şeirlərinin gözəlliyi, axıcılığı, onun nəsihətamiz şeirlərinin çox olması, bunlar haqqında çox danışılır. Bunların hamısı Azərbaycan xalqının sevimlisidir. Bu şeirlər hamının dilini əzbəridir. Mən Aşıq Ələsgər haqqında qısa bir şey demək istəyirdim. Bir dəfə adını unutduğum bir nəfər televiziyada çıxış edirdi, hüquqçusu idi. O bir dəfə dedi ki, mən Moskvada oxuyarkən bir general gəlmişdi, Rus generalı, bizə dərs keçirdi. O bizə dedi ki, ədaləti, haqqı tapmaq istəyirsə, o bütün həqiqət qulaqla gözün arasındadır. Yəni, gözünlə gördün, yaxud qulaqla eşitdin, başı da işlədirsən və bunların üzərində həqiqəti aşkar edirsən. Və onda deyir, mən fikirləşirdim ki, bu nə böyük, çox böyük, hikmətli bir sözdür ki, bax, təsəvvür etmək ki, yalnız qulaqla göz arasındadır həqiqət. Sonra deyir, qurtardıq, biraz o Rusiyada işləmişdi, sonra gəlib Azərbaycanda Azərbaycanda işləyirdi. Deyir, mən burada işləyəndə şeirlərlə maraqlandım. Aşıq Ələsgərin şeirini oxuyanda gördüm ki, həmin şeir, onun bir şeirində həmin ifadələrin hamısı var. Bilirik ki, Aşıq Ələsgərin belə bir gözəl şeirindən bir parça var ki, haqq ilə nahaqqı axtaran hakim tapar qulaq ilə göz arasında. Mən gəlib deyir, bunu oxuyanda başa düşdüm ki, Ələsgər nə qədər böyük şəxsiyyətdir ki, o adamın dediyindən 100 il əvvəl həmin fikir ifadə edir. Aşıq Ələsgər çox böyük sənətkardır. Allah ruhunu şad etsin və biz də həmişə onu yad edək, onun şeirlərini tərənnüm edək. Allah bir daha ruhunu şad eləsin. Mən İbrahimov Şirazi Rüstəmoğlu, Tibb Universitetinin Qulaq Burun Boğaz Xəstəlikləri Kafedrasının assistenti və eyni zamanda da Qərbi Azərbaycan icması üzrə Basarkeçər rayon Nərmanlı kəndinin sədriyəm. Bu günlərim həm sevincli, həm də bir kədərli bir gündür. Sevincli ona görə deyirik ki, ulu azman sənətkarımız Dədə Ələsgərin işığına toplaşmışıq. Bu günlərim aşıq sevərlərin, Azərbaycan dilinin, türk dili sevərlərin, ümumi vətən sevərlərin kiçik bir hissəsi ilə Dədə Ələsgərin anım gününü qeyd eləməyə toplaşmışıq. Bilirsiniz ki, Dədə Ələsgər elə bir insanlardandır ki, öz ölümünü duyub və asanlıqla qəbul eləyib haqqın dərgahına çox rahat gedən insanlardan biridir. Hələ uşaq vaxtı olanda orta məktəbdə Dədə Ələsgər haqqında Aşıq Ələsgərin yaradıcılığını keçəndə biz Aşıq Ələsgəri ümumi şəkildə bir sevgi, aşiq kimi, daim sevgidən, məhəbbətdən yazan bir aşıq kimi təsəvvür eləyirdik. Zaman keçdi, artıq Aşıq Ələsgərin biz eyni zamanda məlum oldu ki, bəli, orta məktəbdə, yuxarı siniflərdə artıq dodaq dəyməzi, dil tərpərməz, cığalı tədris və maraqlı olar ki, aşıq sevərlər üçün, Ələsgər sevərlər üçün Dədə Ələsgər
eyni zamanda qəzəl növündə də şeirlər yazmışdır. Dədə Ələsgərin eyni zamanda bayaqlarında biz başlayanda qeyd elədik, bu gün anım günüdür. Bilirsiniz ki, insan dünyadan köçəndə ölmür, insan unudulanda ölür. Dədə Ələsgər bizim elə sənətkarlardandır ki, illər keçir, zamanlar ötür, ancaq unudulmur, həmişə xatırlanır. Bugün Dədə Ələsgər yaşayır və bu Dədə Ələsgərin yaşamağı, anımı bizim Qərbi Azərbaycan torpaqlarımıza, doğma Göyçəmizə, Zəngəzurumuza, İrəvanımıza, ümumilikdə bütün itirdiyimiz torpaqlara qayıdış üçün bir zəmin yaradır. Ötən il bilirsiniz ki, möhtərəm prezidentimizin iştirakı ilə biz Dədə Ələsgərin heykəlinin açılışı oldu. O gündən bu yana bura Göyçə cəmaatı, Qərbi Azərbaycan cəmaatı üçün bir toplanım yeridir, bir müqəddəs bir ziyarətgaha çevrilir. Hamımız arzu edirik ki, zaman gəlsin, Dədə Ələsgərin möhtəşəm bu heykəli doğulub, boya başa çatdığı, yaşadığı Qərbi Azərbaycan, Göyçə torpağında da qoyulsun. Nəzərinizə çatdırım ki, Dədə Ələsgər hələ müstəqilliyimizi elan etməmişdən öncə Sovet dövründə də xarici ölkələrdə keçirilən, onun haqqında kitablar yazılan bizim aşıqlarımızdandır. Həm Türkiyədə, həm Cənubi Azərbaycanda, İranda, Suriyada, İraqda və daha nə qədər adlarını çəkmədiyimiz ölkələrdə Dədə Ələsgərin haqqında kitablar yazılmış, daim xatırlanmışdır. Və bir daha sonda bu günlərin Dədə Ələsgərin anım gününə gələn hər bir bizim dəyərli insanlarımızı salamlayıb onlara təşəkkür eləyirəm ki, sağ olsunlar. Dədə Ələsgəri bu günləri yad elədik və eyni zamanda bu günlərin Dədə Ələsgər haqqında Salman müəllim Qaralovun yazdığı kitabın təqdimat mərasimi olacaq. Dədə Ələsgər haqqında nə qədər yazsaq azdır. Kitabı yazan müəllifi Salman müəllimə də biz öz təşəkkürümüzü bildiririk, uğurlar arzuluyuruq. İnşallah Göyçədə, doğma yurtda Dədə Ələsgərin abidəsini ziyarət eləyib, ümidi ilə inşallah sizlərlə ayrılırıq. Sağ olun, var olun. Dədə Ələsgər bizim Göyçəmizin fəxridir. Mən Aşıq Ələsgərin şeirlərinə orta məktəbdə, yəni 9-cu sinifdə şahid olmuşam. Aşıq Ələsgərin şeirləri bizim hər bir zaman həm İsmətin, qadına, böyüyə, kiçiyə olan hörməti göstərib. Aşıq Ələsgər mənim üçün bir dəyər yarğısıdır, el-oba ağsaqqalıdır. Aşıq Ələsgərin həyatı və yaradıcılığı hər zaman ellə, oba ilə bağlı olub. Bizim də ellə, oba ilə bağlılığımız Ələsgərə bağlılıqdır. Biz bilirsiniz ki, Göyçə mahalı bizim üçün çox dəyərli bir el-oba olub. Biz özümüz Qərbi Azərbaycanda və Göyçə mahalında böyüdüyümüz üçün Aşıq Ələsgərin də şeirləri, tərənnümləri bizim üçün çox əziz olub. Aşıq Ələsgər haqqında mən bir xatirə deyəcəm. Demək, mən Bakı Dövlət Universitetində oxuyanda Sabir müəllim vardı, Nəsibov Sabir, özü Qazaxdan idi. O Aşıq Ələsgərə sevgisi, o qədər gözəl sevgisi vardı. Bilirdi ki, mən Göyçəliyəm. Hər zaman məni durğuzurdu. Aşıq Ələsgərin şeirlərindən mən ona danışırdım. Onun çox xoşuna gedirdi. Bir günləri də İsmaxan müəllimin bir kitabı var idi, Ələsgər Ocağı kitabı. Mən ona gətirdim, o kitabı hədiyyə verdim. O dedi ki, ömrümün sonuna qədər bu kitabı qoruyub saxlayacağam. Yaxşı ki, belə bir bizim aşıq ozanımız var, dünya şöhrətli.